Çox da məni tanımır. Hiss eləyirəm ki, hətta məndən bir qrupda olan WhatsApp, Telegram qruplarındakı qardaş bacılarımız da tanımır. Xalqımız da çox tanımır. O günləri bir tələbə yoldaşım mənə zəng eləyib dostlar. Gəl bir qonaqlıq verirəm, səni də dəvət edirəm. Təsəvvür edirsiniz. Deyirəm ki, hara? Bakıda bir restoran adı dedi. Dedim, sən bilirsən mən haradayam? Dedi, yəni, çox uzaqdasan bəyəm, dedi. Gözləyə bilirlər, tələsmirik ki, hələ vaxt var. Əzizəm vətənlər, mənim tələbə yoldaşım bilmir ki, mən 6 ildir İngiltərədəyəm və 6 ildir Heydərizmə qarşı mübarizə aparım. Bu verilişlər aparım. Başa düşdünüz? Özünüzü aldatmayın. Bizim burada apardığımız işdən Azərbaycan xalqının xəbəri yoxdur. 90% xəbəri yoxdur. Ona görə eləməliyik, özünü belə rahat hiss edəyir. Əzizəm vətənlər, son vaxtlar rejim artıq quduzlaşıb. Deyən adam bilirsiniz, bizim gənc jurnalist qızlarımızın həbs olunması bu milli əxlaqımıza, milli qeyrətimizə, milli namusumuza meydan oxumaqdır. Bunlar durmayacaqlar. Bunların əxlaqı, bunların dünya görüşü, bunların tərbiyəsi onlardan özləri məhz belə aparmağı tələb edir. Onlar durmayacaq. Amma onları durdurmaq lazımdır. Onları durdurmaq lazımdır və onları biz durdurmalıyıq və onları durduracağıq. Onları durdura biləcək yeganə qüvvə sənsən. Xalq olaraq, millət olaraq. Amandır, gecikməyin.